Salam. Abdullayeva Mehriban. Biz Bakı şəhərindən gəlmişik yoldaşımla. Hələ biz eşitdik və Neftçala rayonunda biz birinci dəfəyik. Çox xoşumuza gəldi. Havası, insanları, balıqların çeşidlərinə baxdıq elədik. Düzdür, birini indi istəyirik dadına baxaq. Acı baxmışıq dadına sözünüzü. Skumbriyadır deyirlər. Çox xoşumuza gəldi. Çox xoşumuza gəldi dadı. İndi belə də hələ ki təzə gəlmişik. Hələ ki yenə də bir baxaq eləyək. Belə. Kəlli. Kim adəlli? Kəlli. Kim adəlli? Xoş gəlmişsiniz. Mən Mir Mövsüm Dadaşov. Əslən Neftçalalıyam. Bu günlərdə zəngin balıq mətbəximizdən sizə təqdim edəcəyik. Abuqoralı sazan balığından qovurma. Bu balıq dolmasıdır bölgə balığından. Kütüm kürüsündən delikates olunmuş, üstündə də qara kürü. Bölgə kürüsündən, suf balığından kükü, zaprikyonlu kartoşkadan üstündə camış süzməsi ilə qara kürü və qırmızı kürü. Bu da nərə balığımız, dəniz mənzərəli. Heyva dolması bölgə balığından, yeni modern feyxuat olması, içərisində sazan balığıdır, sümüksüz şəkildə. Bu da kefal balığından qovurmanlar, soğuncalı. Bu da duzlu balıqla balqava plovumuz. Modern sulda da sırdağımız, sazan balığına sümüksüz. Qarakürə, camışın süzməsi ilə, hamısı Neftçalara aiddir. Bu neçə versən porsiyon, ya porsiyon versən? Bir dəqiqə. Ver ona. Bir bakın biraz səliqəli orası. Bilirəm sən. Biri orada böyük qaşığı yok səndə biri. Feyxuat olması da o balondan. Sen bir işine meşgul. Sen al korkan adı. Korkan değil. Sen işine. Hüseyn Vüqar Rasimoğlu. Balıq əkmək hazırlayırıq, türküm yeməyirik. İndi inşallah hazırlayarıq. Nuş olar, yersiniz, görərsiniz. Sağ olun, çox sağ olun. İlk dəfədə burada hazırlayırıq. Bu ilk dəfədir.